hazırladığınız yəni qəribə yemək hansı olub? Döymə, döşəmə plov deyərdim. Bir də zinət plov. Döymə, döşəmə plov bizim milli mətbəximizdir. Amma burada məndə ən çox maraq doğuran nə oldu? Bu yaşıma qədər mən yediyim plovlarda zəfəran və sarı kök kombinasiyasını dadmışam. İrəvan xanlığının Bölgə mətbəxi kitabı var. Tahir Əmiraslınovun müəllif olduğu. Kitabda belə vərəqləyirdik. Gördüm ki, bu maraqlı bir resepturadır. Tərkibində mərzə və cirə düyünün ətində. Mən vuruldum. Yəni bir düyü ilə, yəni plovla normalda klassika nədir? Zəfəran, sarı kökdür. Amma mərzə və cirə, mərzə də biraz ət otuna oxşuyur dad olaraq. Çox qəşəng kombinasiya idi və onu misal üçün vaxt olduqca təkrarən bişiririk. Bir də dolma döşəmə plovu var. Bu Bakı üsulu ipə düzülür, yarpaq dolması. Düyü standart qaydada dəmə qoyulur, belə yeyilir. Onda da mərzə və cirə var. Hər ikisi biri Qərbi Azərbaycan mətbəxidir, biri Naxçıvan mətbəxidir. Deməli ədviyyatların rolu çox bəlkə vacibdir. Ya misal üçün içinə 200 qram qoyulur da, tutalım cirə, mərzə, amma çox ciddi bir effekt verir dadında. Aha. Siz əslində dolmaların başına tez-tez oynaşırsınız. Bir dəfə də doğa ilə dolma hazırlamışdınız. Necə idi dadı doğrudan da? Çox bəyənmədim, amma Quballılar bildiyim qədərilə o cür yeyir. Yəni ayrıca yeyilməyi, məsələn, dolma yeyib doğanı stəkanında içmək daha yaxşıdır. Nə qəribə, mən bir Quballı kimi heç vaxt görməmişəm əslində. Bir də doğaya bozbaş qatırlar, məsələn, Ağdaşda. Amma onu mən misal üçün çox bəyəndim. O yağ, bir də qatıq. Bir də doğa sərin içlərin adətən o yağın donması falan. Mən doğanı isti xoşduram açığı, amma sərin də xoşduyam. Yəni zövq məsələsidir. İsti, yəni doğa ilə bozbaş çox qəşəngdir. Maraqlı kombinasiyadır. Qablar haqqında nə düşünürsüz? Yəni siz adətən köhnə milli mətbəxdən olan yeməklər hazırlayırsınız. Ədviyyat kimi sizcə qablar da yeməyə dad verə bilər? Ümumiyyətlə bir şeyin iştah açıcı olmağı üçün nəinki qablar, görüntü, aura, nə bilim, hər bir şey önəmlidir. Görüntüdən əlavə, yəni içində bişirdiyimiz qablar, məsələn, saxsı qablar və sair istifadə olunur. Əgər o uşaqlıq illərimizə bizi aparırsa, nə bilim, misal üçün uşaqlığımız baxır necə keçirdi. Məsələn, köhnə Sovet boşqabları vardı. Onun içində misal üçün doğğa yeyəndə mən 90-cı illərə qayıdıram. Və mənə daha ləzzətli gəlir. Nəinki məsələn modern bir boşqabda doğğa yesəm. Mənə görə fərq atır. Yəni fərq edir. Siz necə hesab edirsiniz? Mən özüm bir neçə dəfə müşahidə eləmişəm. Eyni yeməyi adi tavada deyil, çuğun tavada hazırlamışam və onların fərqini hiss eləmişəm ki, bəzi xüsusi materiallar var ki, həmin gil ola bilər. Onların spesifik tamı olur ki, onlar yeməyə doğrudan da təsir edir. Onların şahidi olmuşam özüm.